Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Xəbərə doğru xəbər verir ki, 200 manat təqaüdçülərin yaşayış ehtiyaclarının ən aşağı səviyyədə qarşılamasına belə kifayət etməyəcək. Təhlilçilər deyirlər. Təhlilçilər bunu Azərbaycanda əmək pensiyalarının minimum məbləğinin artırılmasını şərh edərkən bildiriblər. Prezident İlham Əliyevin çərşənbə axşamı günü əmək pensiyaları haqqında qanunda dəyişiklik edilməsi ilə bağlı fərmanından sonra əmək pensiyasının minimum məbləği 2022-ci ildə yenidən artırılıb. Pensiyacılar üçün yaşayış minimumunun dəyəri parlament tərəfindən təsdiq olunub. İqtisadi təhlilçi Qubad İbadoğlu xəbərə doğruya deyib. Hazırda pensiyası üçün yaşayış minimumu dəyərinin hesablamasında istifadə olunan Nazirlər Kabinetinin müvafiq normativləri bugünkü reallıqları nəzərə almır.